əlillik zəiflik deyil, müxtəlif həyat hekayələrinin bir parçasıdır. Nizami Kino Mərkəzində keçirilən İnklüzivliyin Sirri 5 adlı tədbir də məhz bu hekayələrin görünməsinə, onların müxtəlif sənət növlərində izlərinin olmasına şərait yaratdı. Proqram çərçivəsində onların daxili dünyalarını əks etdirən sərgi təqdim olundu. Bir-birindən maraqlı əl işləri nümayiş etdirildi. Bu tədbirin əsas məqsədi inklüziv cəmiyyəti qurmaqdır. Bildiyiniz kimi 3 dekabr Beynəlxalq Əlillər Günüdür və buna həsr edilmiş möhtəşəm tədbir proqramıdır. İnklüziv Sirri layihəsi artıq 5-ci dəfə keçirilir. Doğma torpaqlarımız Laçında olmaq şərti ilə möhtəşəm konsert proqramlarımızdır. İnklüzivliyin Sirri 5 layihəsinin proqramının ən maraqlı yeniliyi isə Azərbaycanda keçirilən İnklüziv moda nümayişi oldu. Nizami Gəncəvinin xəmsəsindən ilhamlanaraq hazırlanan eyni adlı kolleksiyanın xüsusi təqdimatı böyük maraqla qarşılandı. Bu günü elə ölkəmizdə olan fiziki məhdudiyyətli şəxslərlə bərabər istədiyi çox gözəl şəkildə qeyd eləyək. Əlbəttə, tədbirin həcmi olaraq çox gözəl bir tədbirdir. Çünki müxtəlif bölümlərə bölünüb tədbirimiz. Burada fiziki məhdudiyyətli uşaqların sərgisi və Mehriban Alışovanın, tanınmış rəssam Mehriban Alışova ilə birgə onların sərgisi olacaq. Sonra bildiyiniz qədər Azərbaycanda ilk dəfə professional fiziki məhdudiyyətli şəxslərin iştirakı ilə defile olacaq və çox möhtəşəm bir konsert olacaq. Dəb nümayişi milli naxışlardan və qədim ornamentlərdən ilhamlanan müasir geyimlər, əlilliyi olan şəxslərin yaratdığı xüsusi kompozisiyalarla yadda qaldı. Fəridə İsmailova, Kamran İsayev, Elvin Cəfərov, Mədəniyyət xəbərləri.